Bakı Ürək Günləri 8-ci Beynəlxalq Konqresi başlayıb. Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti səsləndirilib. Bildirilib ki, tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ümumiyyətlə lider ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartlarında qurulması işini daim diqqətdə saxlayıb. Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tədqiqinə, ürək xəstəliklərinin müasir üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradıb. Dövlət başçısının müraciətindən sonra tədbir 20-dən çox ölkədən kardioloq və kardiocərrahların çıxışları ilə davam edib. Bildirilib ki, dünyada olduğu kimi Azərbaycanda da ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır. Ürək-damar xəstəlikləri çox cavanlaşıb. 2022-ci ildə 18 və daha yuxarı yaş qrupunda olanlardan 579.704 nəfər həkim kardioloqlara müraciət daxil olub. Qeyd edək ki, Bakı Ürək Günləri Konqresi sabah yekunlaşacaq.